Salam əziz müəllimlər. 29 oktyabr 2025-ci il tarixində Təhsil İnstitutu metodiki çərçivədə mühüm dəyişikliklər edibdir. Bu dəyişikliklər müəllim hazırlığına, xüsusilə MIQ və sertifikasiya prosesinə birbaşa təsir göstərəcək. SRM Təhsil və İnkişaf Akademiyası olaraq biz bu dəyişiklikləri sizin üçün təhlil etdik və tədris proqramlarımızı yenilədik. Beləliklə siz həm MIQ, həm sertifikasiya üçün hazır olacaqsınız. Hər müəllim öz ixtisas fənində olan dəyişiklikləri, yenilikləri qeyd edib. Mən də istərdim ki, sizinlə metodika və pedagogika deyə adlandırdığı tələbələrin, müdavimlərin və müəllimlərin adlandırdığı kurikulum üzrə dəyişikliklər haqqında sizə məlumat verim. İki metodik çərçivədə 3 bölmədən ibarət idi. 1 sual, 9 sual və 10 sual şəklində görünürdü. Amma artıq hüquqi savadlıq deyə qeyd olunan birinci bölmə çıxarılıbdır. Yeniliyimizin biri bundan ibarətdir. Avtomatik olaraq birinci bölmə çıxarılıbdır. Əvvəlcə birinci bölmədə olan təhsil qanunudur, terminlərin təsviri, dövlət standartı bunlar artıq çıxarılıbdır müəllimlər. Birinci bölmədən sadəcə inteqrasiya qalıbdır ki, bu inteqrasiyada 2025-ci il iyun ayında Təhsil İnstitutunun keçirdiyi sınaqda inteqrasiyada etdiyi dəyişiklikləri imtahana az qalmış bilmişdik, müəyyənləşdirmişdik. Və birinci bölmədən sadəcə inteqrasiya yenilənmiş formada qalıbdır. Bir də 21-ci əsrin kompetensiyaları. Biz bilirik ki, kompetensiya səriştə deməkdir. Yəni, səriştələr qalıbdır deyə bilərik. Daha sonra müəllimlər təfəkkürün növləri olduğu kimi qalır. Metakognitiv bacarıqlar olduğu kimi qalır. Bilik olduğu kimi qalır. Taksonomiyada dəyişkənliklər var. Belə ki, biz hər zaman deyirdik ki, idraki taksonomiya %100 hər kəsə düşəcək. Emosional və psixomotor taksonomiya ixtisasınızdan asılı olaraq düşə də bilər, düşməyə də bilər. Kimi illərdir biz müdavimlərimizə deyirik. Amma artıq emosional və psixomotor taksonomiyaya yer verilməyibdir. Sadəcə idraki taksonomiya, Benjamin Bloom'un idraki taksonomiyası qeyd edilibdir. Yeniliyin biri bundan ibarətdir ki, artıq səriştə əsaslı tapşırıqların hazırlanması başlığı altında Doktor Norman Webin dərin biliş səviyyələri nəzəriyyəsi artıq bizimlədir. Yəni, biliyin dərinliyi. Təzə bir nəzəriyyədir, 97-ci ildə belə deyək ki, alim tərəfindən həmin illərdə işlənilib, təqdim edilmiş bir nəzəriyyədir. Nəzəriyyə elə Bloom taksonomiyasına, belə deyək ki, Bloom taksonomiyasında xatırlama, anlama, tətbiq səviyyələrini deyil, məqsədin tələb etdiyi düşüncə dərinliyini əsas götürərək öyrədir müəllimlər. Çox maraqlı bir nəzəriyyədir. İzahlarımız olacaq bundan bağlı, yeni PDF-lər, yeni video izahlar olacaq. Amma bilmirəm bu video izahlar açıqmılar, yoxsa öz müdavimlərimizə özəlmi? Ona indidən söz verməyək. Sonra təlimin forma və modelləri olduğu kimi qalıb, heç bir yenilik yoxdur, heç bir şey ixtisar olunmayıb burada da. Strategiya texnikalarda. Müəllimlər, üsulların hamısı olduğu kimi qalıbdır. Sadəcə burada SWOT analizi deyilən yeni bir təlim strategiyası qeyd edilibdir. SWOT analizi, yəni ingilis dilindəki baş hərflərinə görədir ki, yəni SWOT analizi hər hansı bir layihənin cüzi və zəif tərəflərini müəyyənləşdirən bir strategiyadır. O da baş hərflərinə görə ingilis dilində tələffüz eləyib özümü güldürmək istəmirəm bu videoda. S hərfi cüzi tərəfləri, W yəni bizim V hərfimiz zəif tərəfləri, O hərfi imkanları, T hərfi isə təhlükələri bildirəcək. Bunu da gələcəkdə keçəcək. Planlaşdırma olduğu kimi qalıbdır müəllimlər. Planlaşdırmada bir dəyişkənlik yoxdur. Şagird yönümlü təlimin təşkili olduğu kimi qalıbdır. Fasilitasiya qalıb. İnklüziv və diferensial təlim ayrılıqda qeyd olunsa da, indi onsuz da ki, biz onları ardıcıl keçirdik. Olduğu kimi qalıb. Öyrənmə tərzləri qalıb. Yeniliyin biri təlimdə süni intellekt, rəqəmsal vasitələrdir. Çox sevindim bu yeniliyin gəlməsinə ki, bu yeniliyi çox arzuluyurdum təhsilə gəlməsinə, tətbiq olunmasına, təlimlərdə bundan istifadə olunmasına. Amma belə tez gözləmirdim. Artıq bəli, gəlibdir. Bu Canva proqramı, ChatGPT olsun, Kahoot olsun, Google Classroom kimi proqramlar vasitəsilə biz rəqəmsal bacarıqlarımızın inkişafına yönəlik təlimlər keçməliyik artıq. Daha sonra yenilikdən biri də müəllimlər tədrisdə dizayn düşüncəsidir. Tədrisdə dizayn düşüncəsi, yəni müəllimlər, tələbə mərkəzli bir metodologiyadır. Empatiya, problem müəyyənləşməsi, fikir yaratma, prototipləşmə, sınaqdan keçirmə deyə mərhələlərdən ibarətdir. Dərsimizi keçəndə öyrənəcək, üzərində çox dayanmaq istəmirəm.
Birinci bölmədə gördüyünüz kimi neçə? 1, 2, 3, 4. 4 dəyişkənliklik var. Yenilik deyək daha doğrusu. Dəyişkənlik demək çünki bir neçə mövzu da çıxarılıbdır. Buna görə də biz birinci bölmədə 4 yeni mövzu gördük. Yeniləri sayarıq. Keçək ikinci bölməyə. İkinci bölmədə olan yeniliklərlə tanış olaq, görək hansı yeniliklər var. Müəllimlər, biz qiymətləndirmənin içərisinə daxil olmuram. Qiymətləndirmə olduğu kimi qalır. Çünki sonuncu metodik çərçivədə qiymətləndirmə çox dəyişmişdi. İxtisarlar var idi, yeniliklər var idi. Ən güncəl versiyası idi, ən yaxşı versiyası idi. Çox sevindim qiymətləndirmədə heç bir şeyin ixtisar olmadığına, əlavən olmadığına. Çox normal yerindədir qiymətləndirmə. Heç bir dəyişkənlik yox deyə o hissəyə daxil olmayaq. Pedaqoji səriştəlik deyə adlandırdığımız, daha çox nəzəriyyələr dediyimiz pedaqoji və psixoloji yanaşmalarda. Müəllimlər, çox mövzu qalıbdır demək olar ki, ümumiyyətlə nəzəriyyələr bölməsi deyə baxsanız hamısı qalıbdır. Howard Gardner, Jean Piaget, Lev Vygotsky, Karol Dweck, Lawrence Kohlberg, Robert Gagne, Daniel Goleman, Carl Jung hamısı qalıb. Amma əvvəlcə şəxsiyyət mövzusunun içərisinə verilən Carl Jung indi ayrılıqda verilir. Bir də əvvəlcə sonuncu bölmədə şagirdin davranış nəzəriyyələri içərisində 6 dənə kiçik nəzəriyyələr verirdi ki, bunlardan biri Albert Bandura'nın sosial öyrənmə nəzəriyyəsi idi. İndi onu ayrılıqda veribdi. Yəni yenilik deyə bilmərik, sadəcə ayrılıqda verilibdi. Yeniliklərdən biri Jerome Brunner'in 2 nəzəriyyəsidir. Kognitiv öyrənmə. Kognitiv öyrənmə yəni müəllimlər, öyrənmə yalnız məlumatın əzbərlənməsi deyil, həm də fəal kəşf və anlama prosesindən olduğundan danışan bir konstruktiv bir yanaşmadır. Kəşf yolu ilə öyrənməsindən danışacaq şagirdlərin orada. Digər nəzəriyyəsi isə, yəni burada əslində 2 nəzəriyyə var. Biz buna bir mövzu olaraq baxarsınız, 2 mövzu olaraq baxarsınız, bilmirəm. Bir də təhqiqat əsaslı öyrənmə nəzəriyyəsi var ki, təhqiqat əsaslı öyrənmə, yəni öyrənən şəxsin məlumatı pasiv qəbul etmək əvəzinə aktiv şəkildə sual vermə, araşdırma, problemin həll yolu ilə öyrənməsi nəzərdə tutan bir nəzəriyyədir ki, yəni şagirdlər nəticəni öyrənmək əvəzinə onu kəşf eləyərək öyrənməsindən danışacaq. Yəni burada biz Jerome Brunner'in 2 nəzəriyyəsini görürük əslində. Daha sonra olunan əlavələrdən, nəzəriyyələrdən biri Carl Rogers'in şəxsiyyət yönümlü yanaşmasıdır. Humanist psixologiyaya aid bir nəzəriyyədir və psixoloji bir nəzəriyyədir. Nəinki müəllimlərin, məncə hər kəsin bu nəzəriyyəni bilməsinə ehtiyac var. Terapiyalar kimi bir nəzəriyyədir deyə bilərik. Çox maraqlı bir nəzəriyyədir. Sonra müəllimlər, yəni nəzəriyyələr bölməsində artıq 2 əlavəmiz var deyə bilərik. Müəllimlər, sonuncu bölmədə isə bir yenilik yoxdur. Sadəcə müdavimlər çox soruşur deyə toxunmaq istəyirəm. Kassel modelini deyə adlandırırlar. Bu model yeni deyil. Yəni sosial emosional öyrənmə var idi. Sadəcə ingilis dilində baş hərflərinə görə Kassel 5 əsas bacarıq, Kassel 5 də deyilir ona, Kassel model də deyilir. Bu şəkildə tanınır. Yəni özünü tanıma, özünü idarə etmə, sosial məlumatlıq, münasibət bacarıqları və məsuliyyətli qərar vermə deyə öyrəndiyimiz, əvvəlki illərdə öyrəndiyimiz bir modeldəsində. Sadəcə modelin adını burada qeyd eləyiblər. Sonuncu bölmədə də bir yeni mövzu görmədim. Sadəcə şagird davranışının idarə olunması var. Orada behaviorizm nəzəriyyəsinə ehtiyacı var. İndi nə dərəcədə öyrənərik? Bunu yəqin ki, zaman keçdikcə müəyyənləşdirərik. 4 dənə də burada, 4 dənə yox, daha doğrusu 3 dənə də burada yenilik var. Yəni toplamda kurikulum metodikada 7 yenilik var. Yeniliklərin izahı, PDF-lər demək olar ki, artıq hazır olmaq üzrədir. Hələ qərarın verildiyindən, yəni bu metodik çərçivənin bizdə olmasından 24 saat keçməsinə baxmayaraq, artıq mövzular müəyyənləşib, mövzuların videosu üçün planlamalar aparılıb, PDF-lər üçün artıq işlər görülübdür. Belə müəllimlər, mən ən sevdiyim metodik çərçivə, bu metodik çərçivə oldu deyə bilərəm. Diqqətiniz üçün minnətdaram. Nəsə sualınız olsa, rəy bölməsində yaza bilərsiniz.